maddələrin çoxunun iş prinsipi də məhz beyində serotoninin miqdarını qaldırmağa əsaslanır. Və insan orqanizminə lazım olan serotoninin təqribən 80-90% bağırsaqlar tərəfindən ifraz olunur. Çox maraqlıdır. Digər tərəfdən bağırsaqlarında yaşayan bakteriyalar immun sistemə böyük rol oynayır. Daha öncə də qeyd etdiyim kimi, ən çox immun hüceyrələr məhz bağırsaqlarda yerləşir. Təqribən insan orqanizmində olan immun hüceyrələrin 80%-i insan bağırsağında yaşayır. Və bunun sayəsində bağırsaq bakteriyaları immun sistemin tənzimlənməsində çox güclü rol oynayır. Üçüncü mexanizm bağırsaq keçiriciliyidir. Bildiyimiz kimi bağırsaq qanla xaricidən qəbul olunan qida maddələri arasında bir bariyerdir. Və bu bariyer nə qədər seçici, nə qədər düzgün olarsa, biz o qədər də sağlam oluruq. Bu nə deməkdir? Əgər insan orqanizmində